Hər kəsə salam. Gəlin bugün sizinlə İspaniyanın Mango Outlet saytından sifariş eləşdirək. Mango İspaniya mənşəli markadır və vətənində qiymətlər Azərbaycandan qat-qat ucuzdur. Mango Outletdə isə həmin qiymətlərə əlavə endirimlər tətbiq olunur. Qeyd etdiyim sayta keçid etmək üçün brauzerda Mango Outlet Spain yazıb ilk görünən linka klik edirik. Ekranda göstərilən düymələrə basdıqdan sonra alış-verişə başlaya bilərik. Mən alış-veriş üçün ekranda göstərilən üst gemini seçdim. Həmin məhsulun qiyməti 75.99 avrodur. Azərbaycan manatı ekvivalenti ekranda göstərdim. Bu isə Azərbaycanda həmin məhsulun qiymətidir. Məhsulun ölçüsünü seçib səbətə atırıq. Səbətə keçid edib məhsulun sifarişini yerləşdiririk. Ekranda göstərilən bütün düymələrə basdıqdan sonra Expargo şirkətinin saytına keçid edib qeydiyyatdan keçirik. Onu da qeyd etmək istəyərdim ki, Expargo İspaniyadakı sifarişləri həftədə 2 dəfə Azərbaycana göndərir. Qeydiyyatdan keçmək üçün ekranda göstərilən məlumatları doldurub təsdiqlə düyməsini basırıq. Hesabımıza daxil olandan sonra xarici ünvanların bölməsində İspaniyanı seçirik. Mango Outlet saytına keçid edirik və artıq məlumatları doldurmağa başlayırıq. Lazım olan bütün məlumatları Expargo saytından çox asanlıqla kopyalamaq olar. Bunun üçün məlumatın sağındakı düyməyə basmaq kifayətdir. Bütün məlumatları videoda qeyd olunan kimi doldururuq və bir daha yoxlayırıq. Sifarişi təsdiq edib ödənişə keçid edirik. Kartın üzərində qeyd olunan ad, soyad, kartın nömrəsini, kartın son istifadə tarixini və 3 rəqəmli kodunu qeyd edirik. Ödənişi təsdiqləyib sifarişimizi yerləşdiririk. Bağlamamız İspaniya anbarına çatdıqda Expargo bizə SMS bildiriş göndərir. Bundan sonra biz Expargo'nun saytına keçid edib fakturanı yükləməliyik. Fakturanı yükləyərək invoice'un ümumi dəyərini, göndərici mağazanı, məhsul kateqoriyasını daxil edib fakturanı yükləyirik. Adətən bu prosesdən sonra bağlamamızı Smart Customs'da bəyan etməliyik. Lakin Expargo ilə buna ehtiyac yoxdur. Avtobəyan funksiyasını aktiv etdikdə Expargo Smart Customs bəyannaməsini bizim yerimizə edir.